Bəli, oktyabr ayında xüsusilə buğa, xərçəng və şir bürcləri üçün çox əlverişli enerjilər formalaşır. Ən dəqiq astroloji proqnoza görə hər biri fərqli sahədə şans qazanacaq. Buğa ulduzlar sənə maddi sabitlik və gözlənilməz qazanc vəd edir. Əvvəllər əldən qaçan imkan bu dəfə sənin üçün açılır. Ailədə harmoniya artır, bir xəbər ruhunu qaldıra bilər. Qısa məsləhət. Pul enerjisi axır, qorxma, addım at və gecikdirdiyin planı həyata keçir. Xərçəng oktyabrda sevgi və ailə münasibətləri sahəsində xoşbəxtlik qapısı açılır. Ulduzlar həmçinin sənə sakitlik və daxili güc bəxş edir. Əgər yeni iş və ya dəyişiklik düşünürsənsə, bu ay dəstək var. Qısa məsləhət, duyğularına qulaq as. Bu ay ürəyin səni doğru aparacaq. Şir oktyabr. Şir üçün parlama və tanınma ayıdır. Uğur səni həm işdə, həm də şəxsi həyatda izləyəcək. Yeni əlaqə və əməkdaşlıq gözlənilir. Pul axını da tədricən artır. Qısa məsləhət, özünə inan, diqqət səndə olacaq, bu fürsəti əldən vermə. İstəsən, bu üç bürc üçün oktyabrın ikinci Tərəzi oktyabr ayı. Tərəzi üçün həm taleyüklü, həm də fürsətlərlə dolu bir dövrdür. Ulduzlar göstərir ki, bu ay yeni başlanğıclar, şəxsi inkişaf və harmoniya qurmaq üçün ideal vaxtdır. Maddi və mənəvi tərəflər arasında balans yaratmaq sənə uğur gətirəcək. Sevgi sahəsində gözlənilməz, amma xoş bir hadisə yaşana bilər. Qısa məsləhət, özünü arxa plana atma, bu ay səhnə sənin üçündür. Qəti ol, ulduzlar sənin tərəzini uğurla dolduracaq.